bir kişi cemiyet arasından İsa'ya dedi: "Ustad, kakama de ki mirasımızı benimle kısmet ede." Ama İsa ona dedi: "Kişi, kim beni sizin aranızda hakem و miras kısmet eden etmiş?" Ve İsa xalqa dedi: "Huşkar olunuz. Ezinizi acgizlilikten irak sakladınız. Çünkü insanın zindeliği mal و منالin çoxluğuna değil." Ondan sonra onlara bir mesel çekti و dedi: "Bir varlı kişi de bir ekin yeri var idi ki çok mahsul edirdi. Kişi ezinen dedi: "Niceden? Yer yoxum mahsulümü anbar edem." Ve dedi: "Ha, billim niceden. Ambarlarımı yumuraram و onları beyikter dizederim ve bütün buğdalarımı و malımı orada ambar ederim. Ondan sonra ezime diyerem: ey canım, sen çok semer yığmışsın. Ələ ki çox illərin kəssənə kifayət edər. İnne rahat ol. Ye و iç و keyf et." Ama Tanrı ona dedi: "Ey nafəhmadan, ələ be gecə cani səndən alınar. Pa bu anbar digin zadlar kime qalası?" Budur o adamın axır aqibəti ki ezinə mal yığır. Ama Tanrı huzuruna əli xalıdır. İsa از şagirdlerine dedi: "Ələ bunun çedir ki size deyirəm. Ne zindeliğiniz için نگران olunuz که نه یاسینز، نه de بدنiniz için نگران olunuz که نه گیاسینز. Çünkü zindelik خوراکیدن و بدن رختن و خاردر. Qarqalara baxınız, ne ekirlər, ne biçirlər, ne kahdan valları, ne de ambar. Ama gene de Tanrı onların ruzisini verir. Sizin ارزشiniz quşlardan ne qat artıqdır. Sizin hane biriniz نگران olmayla bir saat umrisine qoyabilir. Pa vaqti ki bir belə küçük işe de girə bilməyəniz, nə içə ba qızadların نگرانıyız? Zambaq gillərinə baxınız ki nə əngiyərirlər, nə zəhmət çəkirlər və nə də ip əyrirlər. Ama size deyirəm ki hatta Süleyman padişah de bütün şوکتنə bunların birsilərin bəzənmədi. Pes eğer Tanrı بیابان otuna ki begin var o sabah otacaq içine atılır belə giydirir. Ne qat artıq size giydirer ey iman azlar. Yeməli و içməli ki bu qat təqalla etməyiz و نگران olmayız. Çünkü bu dünyanın bütün milletleri bu zatlar qulunca nadırlar. Sizin geyday buayız bilir ki siz bunlara ihtiyaç varınız. Belki siz Tanrı padişahlığı qulunca naulin. Bu zatlar size verilir.